Bugünkü mövzumuz zərfdir. Zərf hərəkətin, biz bilirik ki, hərəkət dedikdə nə nəzərdə tuturuq? Feil nəzərdə tuturuq. Yəni hərəkətin tərzini, zamanını, yerini, miqdarını bildirən əsas nitq hissəsidir. Tərifdə də deyildiyi kimi. Hərəkətin miqdarını, zamanını, sırasını bildirmək nə deməkdir? Bizə hər hansısa bir cümlə verilir və feil gəlir. Feilə sual verərək biz zərfi tapa bilirik. Məsələn, deyirəm ki, cəsarətlə danışdı. Artıq danışdı bizim feilimizdir. Feilə sual veririk. Nə tərzdə danışdı? Nə tərzdə danışdı? Avtomatik olaraq həmin bu hərəkətin tərzini müəyyənləşdirdiyini gördük zərfin. Yəni hərəkətin tərzini bildirə bilər. Burada yer ola bilər, zaman ola bilər, miqdarı ola bilər və s. ola bilər. Zərflər bütün feillərlə əlaqədə ola bilir. Burada da qeyd olunduğu kimi istər təsriflənən feillərlə, istər məstər feil, sifət feili bağlama ilə də əlaqəyə girə bilər. Yəni özündən sonra gələn feil təsriflənən də ola bilər, təsriflənməyən də ola bilər. Gələk zərfin quruluqca növlərinə. Bunlar hamısı bildiyimiz məsələlərdir. Sadə zərflər, düzəltmə zərflər, mürəkkəb zərflər. Əsas danışacağıq düzəltmə zərflərdən. Əlbəttə ki, bu şəkilçiləri öyrənmək bizim üçün rahatlıq olar. Cəmi 11 dənə şəkilçidir. Göz yaddaşından da yadda saxlamaq olar. Bunu bilin ki, casınan şəkilçisini harda görsəz, 100% onu zərf götürəcəksiniz. Açı şəkilçisi yenə də yalnız zərf düzəldir və bir də yana, anə, yanə şəkilçisi də yenə də zərf düzəldən şəkilçisidir. İndi gəlin omonim şəkilçilərə nəzər yetirək. Omonim şəkilçilərə baxaq. Deməli, biz görəcəyik lalə şəkilçisini. Lalə şəkilçisi həm zərf düzəldən şəkilçisidir, həm də qoşmadır. Bəs bu necə fərqləndirək? Biz bilirik ki, köməkçi nitq hissələri suala cavab verə bilmir. Düzdür, qoşma qoşulduğu sözlə birlikdə suala cavab versə də, yenə də o söz ancaq qoşmalar isimlərə qoşulur, ismin hallarına qoşulur. Yəni əgər bu qoşma olsa, ismin sualına cavab verəcək. Məsələn, kiminlə, nə ilə və s. Amma əgər yox, bu olsa zərf, bu zaman zərfin sualına cavab verəcək. Zərfin sualına cavab verəcək. Məsələn, baxaq, heyrətlə, nə tərzdə, qəzəblə, nə tərzdə. Xüsusən də bu sözlərə diqqət edin. Bu sözlər çox düşür suallardan. Yenə də feil sifət ola bilər, zərf ola bilər. Yenə də ən əsas şəkilçi ilə başa düşəcəyik ki, daha doğrusu sualla biləcəyik ki, bu feil sifətdirmi, yoxsa yoxmu? Necə sualına cavab versə feil sifətdir, zərfin sualına cavab versə zərfdir. Dandən onun kimi ismin sualına cavab versə isimdir, zərfin sualına cavab versə yenə də zərf olacaqdır. Lıqlik, luqlik biz demişdik ki, isim düzəldən şəkilçi var, bir də zərf yaradan şəkilçi var, lıqlik, luqlik. Əksəriyyətən isim düzəldir, amma əgər özündən sonra dadə artırsa, məsələn, təklikdə, birlikdə biz bunları heç vaxt isim götürə bilməyəcəyik. Avtomatik olaraq zərf olacaqdır. Dadə onun kimi, yenə dediyim kimi, əgər zaman məzmunu sözlərə artırılsa, gün, ay, il, həftə, nə bilim, qış, yay, fəsil, axşam, sabah bu kimi sözlər artırılsa, bu zaman biz bunlara deyəcəyik ki, zərf, eyni zamanda zərfin sonuna cavab verəcək. Digər hallarda deyəcəyik isim. Caicə həm qoşma olur, həm zərf olur. Bu da eynən zərfin sualına verəndə və ən əsası caicə, casınadır. Bunlar daha çox zərf düzəldən şəkilçilərdir və bunlar həmişə dillərə artırılır. Məsələn, türkcə, almanca, fransızca, ingiliscə, rusca bu kimi formada görsək, bilin ki, bax bu caicələr mütləq və mütləq zərfdir, %100. Bu da yalnız zərf düzəldən şəkilçisidir və bir sözünə qoşulur. Məsələn, çox adam birgə görür, bunu başqa nitq hissəsi götürür, amma yox, əgər gəl şəkilçisi bir sözünə qoşulsa, bu zaman zərf yaradır. Bunlar da onun kimi. Gəldik mürəkkəb zərflərə. Mürəkkəb zərflər bitişik ayrı və s. yazıla bilər, amma ən əsas biz bilməliyik bitişikdə olan babəni. Çünki babə eyni zamanda sifətdə də var, zərfdə də var. Necə fərqləndirək? Görəcəksiniz ki, babə zərf olanda görürsünüz zaman məzmunu sözləri artırılır. İl, gün, an bunlardan yaradır və bunlar bitişik yazılır. Yəni babəni mütləq yadda saxlamaq lazımdır. Bu önəmli nüanslardan biridir. Və eyni zamanda əgər rəngbərəng görsək, cürbəcür görsək,
rəngbərəng, cürbəcür və s. kimi sözlər görəcək. Bunları biz sifət adlandıracağıq. Bunu da bilirik. Vaxtımız çox getməsin deyə şəkil özüm yükləmişəm bura. Şəkil üzərindən başa salacağım. Testdə yazılan zərflər də maraqlıdır. Ancaq bunu zaten əvvəlki dərslərdə bilirdik ki, bir çox nitq hissələri yaxın mənalı sözlərlə, eyni sözün təkrarından, antonim sözlərlə, tərəfinin biri və yaxud da ikisi də ayrılıqda işlənə bilməyən sözlərlə yaranır və bunlar sadəcə məzmunu oxusaq bəs eləyir və eyni zamanda sadəcə bu şərtləri öyrənmək də bəs eləyir və ən əsas buradakı məqam, ən əsas testlərdə qarşımıza çıxacaq məqam, bax bu bir sayınla bağlıdır. Çox vaxt bir sayından sonra deməli yönlü hala şəkilsi artıranda uşaqların çoxusu bunu götürürlər. Başqa nitq hissəsi baxın 1-ə 5, 1-ə 10. Çox da ki burada məsələn say işlənib, biz buna zərf deyirik. Əgər bir sayından sonra yönlü hala şəkilsi varsa, o zərf yaradır. Bunu da mütləq yadda saxlamalıyıq. Gəldik zərfin məna növlərinə. Baxın, biz zərf və zərflik deyə bir dərs keçəcəyik. Zərflə zərflik eyni bir şey deyil. İlk öncə onu xatırladım. Baxın, siz məsələn testlərdə görəcəksiniz ki, məktəbdə, şəhərdə, orada, burada və s. İndi bunları izah edəcəm ki, bunları nəyə görə dedim. Qoy o məna növünü yazım. Deməli, tərz hərəkət zərfləri, zaman zərfləri, yer zərfləri və miqdar zərfləri. 4 dənə məna növü var. Amma zərfliyin 6 məna növü var. Tərz hərəkət zərfləri nədir? Tərz hərəkət zərfi hərəkətin tərzini bildirir. Məsələn, deyirəm ki, cəsarətlə danışdı. Danışıq tərzi necə idi? Cəsarətlə danışdı. Qürurla baş əydi. Nə tərzdə baş əydi? Müxtəlif formalarda eləyə bilər bunu, müxtəlif tərzlərdə. Bax, tərzin də biri elə forma mənasını verir əslində. Məsələn, siz görəcəksiniz ki, düzəltmə dediyimiz bayaq məsələn türkcə, sonra əki şəkilsi dedik, sonra yana şəkilsi dedik, lalə şəkilsi dedik, casına dedik, burada ən dedik. Ən çox düşən daxilən, qəflətən bu sözlər daha çox zərf olaraq düşür. Birlikdə dedik. Bax, bu cür göz eyni sözün təkrarı. Bax, bu düzəltmə mürəkkəb zərflər, təbii ki, mürəkkəbin hamısı yox. Ən əsasən düzəltmələr, daha çox düzəltmələr tərz hərəkət zərfləri yaradır. Məsələn, çəpəki baxdı, nə tərzdə dostcana danışdı, məndən necə danışdı, nə tərzdə danışdı və hər birinin içərisində yəni yer zərfindən başqa necə sualı var. Necə, nə cür, nə tərzdə, daha doğrusu zamandan başqa bir də miqdarda var necə sualı. Necə, nə qədər və s. Çox zərflikdə var bəzi növlərində. Burada indi xatırlatmayım. Onu demək istəyirəm ki, hər bir sualın sadəcə nə zaman, harada, nə qədər və nə tərzdə suallarını vermək kifayət edəcək. Necə sualını verib başınızı qarışdırmayın. Bu sözlərdir və bu sözlərin hər birini mütləq hər gün göz yaddaşına yadda saxlamaq üçün oxumalısınız. Çünki dediyim kimi gələcək dərslərdə çox qarışdırdığınız məqamlar olacaq. Zaman zərfləri də hərəkətin zamanını bildirir. Baxın, görürsünüz burada var gündə, ayda, ildə, ara bir, əvvəl, sonra bunların hər birinə sual versəz, görəcəksiniz ki, bunların hər birində zaman məzmunu var. Nə zaman sual cavab verəcəkdir. Və bir dənə yadınızda saxlayın. Deməli, burada sözlərdən biri var. Ara sıra sözünü yadda saxlayın, daim sözünü yadda saxlayın, bir də əvvəl, axır sözünü yadda saxlayın ki, nə ara bir də ola bilər. Bunlar mütləq ki, zaman zərfi olaraq işlənir. Yer zərfləri də yer bildirir əsasən və üzü yuxarıdır, üzü aşağıdır, sağa soladır, dala qabağadır. O birləri yadda saxlamaq asandır. İrəli, geri, ora, bura, yuxarı, aşağı. Daha çox çaşdırılan hissələri öyrənsəz, daha məqsəd olur. Miqdar zərfi də adından məlumdur. Miqdar bildirir. Və bunların sizə indi bir nüansında deyəcəm. Xüsusən yadda saxlayırıq 1-ə 5 miqdar zərfidir və bir qədər sözünü daha çox qarışdırırlar. Əsasən əvəzliklə qarışdırırlar. Bunda mütləq yadda saxlayaq və tamamilə də miqdar zərfidir. Dediyimiz məsələlərdə nə idi? Məktəbdə, şəhərdə, gündə, ildə və s. Gündə yox, daha doğrusu məktəbdə, şəhərdə, küçədə, kənddə bu kimi sözlər var və cümlənin daxilində onu sual verəndə harada sualını veririk və uşaqların çoxusu götürürlər onu zərf. Xeyr, bu sözlərin hər biri isimdir və bu şəkilçinin hər biri isimlərə artırılıb. Bunu necə fərqləndirir? Baxın, bir şeyi mütləq yadda saxlayın. Əgər zərfi fərqləndirmək istəyirsinizsə, zərflər konkret sözlərdir. Bax, bu çərçivədə gördüyünüz sözlər zərflərdir. Biz bundan başqa məktəbdə, evdə, nə bilim, küçədə və s. bunlara zərf deyə bilmərik. O zərflər konkret sözlərdir. Gec, tez, bildir. Bax, bu 4-cü qrafada verilən sözlərin hər biri zərfdir. Bundan kənara çıxsaz artıq onu zərf götürə bilmərik. Çünki ismin də hara sualı var. Və bunlar hara sualına cavab verəndə isimdir.
Bunlar zərf deyil. Məsələn, siz cümlə daxilində zərflik görəcəksiniz. Zərflik bütün nitq hissələri ola bilər. Axı cümlə üzvündə isim də zərflik ola bilər, sifət də zərflik ola bilər. Yəni bütün nitq hissələri ola bilər. Bu demək deyil ki, biz imenni zərflik deyəndə zərfləri götürməliyik. Və bax bu nəyə görə lazımdır? Zərflər konkret sözlərdir. Yəni hər bir sözün özünün necə deyim, hər bir növünün özünün sözləri var və bunlar konkret əzbərlənməlidir. Bunları əzbərləməlisiniz ki, siz sözlərdən nəyəsiz zərfi tapasınız. Yoxsa zərfliklə qarışdıracaqsınız. Amma zərflik elə deyil. Zərflik bütün hər şey ola bilər. Məsələn, məktəbdə sözü zərf deyil. Çünki yer zərflərinin içərisində məktəbdə sözümüz yoxdur. Amma zərflikdir. Zərfliklə zərfin fərqi bax bundan ibarət. Zərf bütün nitq hissə, zərflik bütün nitq hissələri ola bilər. Zərf isə konkret sözlərdir. Yəni siz bu hissələrdən mütləq ki, kənara çıxmayın. Bu qrafadan bunlar əzbərlənməlidir. Bunları əzbərləsəz, testlərdə çaşdırıcı suallar var, onların hər birini doğru yazacaqsınız. Bu da bayaq dediyimiz yerlərdir. Ən əsas məqamımız budur. Nədir ən əsas məqamımız? Biz zərf və digər nitq hissələrini necə fərqləndirək? Baxın. Digər dərslərdə izah edəndə qalıb. Baxın, gecə, gündüz, səhər, axşam, günorta. Birinci bu sözləri əzbərləyirik. Bu sözlər həm isim ola bilir, həm də zərf ola bilir. Necə fərqləndirək? Əgər bu sözlər isimin sualına cavab versə, isimdir, zərfin sualına cavab versə, zərfdir. Məsələn, biz həyəcanla səhəri gözləyirdik. Nəyi gözləyirdik? Səhəri. Səhər nə vaxt sualına cavab vermədi, nə isimin sualına cavab verdi. Deməli, bu isimdir. Amma nə vaxt, nə zaman, haçan sualına cavab versə, biz o sözləri götürəcəyik zərf. Bunu xüsusi olaraq diqqət yetirin, çünki cümlələrin içərisində çaşdırılır. Gözəl, qəşəng, pis, yaxşı, tək, cəld, aydın, doğru, əyri, dahiyanə, sabiranə və s. sözlər. Xüsusən düşür gözəl, qəşəng, pis, yaxşı və s. bu sözlər doğru sözdə daha çox düşür. Biz öyrənmişdik ki, necə sualına cavab verirdi və bunlar sifət idi. Əlbəttə sifətdir, ancaq bunlar feilin yanında gəlsə, baxın, bunlardan sonra feil gəlsə, feilin yanında gəlsələr, bunlara biz deyəcəyik zərf. Amma yox, isimin yanında gəlsələr, biz bunlara deyəcəyik sifət. Biz demişdik ki, sifət və s. ismi izah eləyir. Yəni, isimdən əvvəl gəlirlər, isim onlardan sonra gəlir. Və dedik ki, zərf də feili izah eləyir. Yəni, zərfdən sonra feil gəlir. Bu nüansa diqqət eləyəcək. Xeyli az, bir qədər, bir çox. Tanış gəlir bizə, sayılarda görmüşdük. Deməli, bunlar omonimlərdirlər, qrammatik omonimlərdirlər. Çünki nitq hissələri arasında omonimlik yaradır. Ona görə azdır, bir azdır, bir qədərdir, çoxdur. Biz bunları görsək, konkret olaraq deməməliyik. Hə, bunlar saydır. Eyni zamanda bunlar miqdar zərfləri də ola bilərlər. Nə qədər suala cavab versələr, miqdar zərfi olacaqlar və eyni zamanda ismin yanında işlənsələr say olacaqlar. Əgər yox, feilin yanında işlənsələr, eyni qayda buna aiddir, zərf olacaqlar. Əvvəl, sonra, bəri, qabaq sözləri həm zərf ola bilər, həm də qoşma kimi işlənə bilər. Yenə də deyək, bunları necə fərqləndiririk? Əgər bu sözlər müstəqil işlənsə, baxın, çox qarışdıracaqsınız. Müstəqil. Xüsusən nə vaxt qarışdıracaqsınız? Bunu qoşmada müstəqil işlənsələr, bu zaman biz onlara deyəcəyik zərf. Çünki zərf müstəqil işlənə bilən nitq hissəsidir. Qoşma müstəqil işlənə bilmir. Necə? Məsələn, deyirəm ki, qabaq hər şey gözəl idi. Yəni, zaman mənasında deyirəm, əvvəllər, yəni keçmiş zamanlar mənasındadır. Müstəqil işlənir. Bir də deyirəm ki, səndən qabaq mən burada olmuşam. Nə qabaq, kim qabaq? Görürsünüz, qabaq sözünə sual verə bilmirik. Deməli, müstəqil şəkildə işlənə bilmir. Bax, biz buna deyəcəyik qoşma. Doğru, yaxın, tək sözlərdə sifət və zərf qoşma kimi işlənir. Bu da eyni bir şeylərdir. Müstəqil məna verirsə, biz buna deyəcəyik. Həm müstəqil məna versə, həm yanında isim işlənsə, sifətdir. Müstəqil məna versə, yanında feil işlənsə, zərfdir. Amma yox, müstəqil işlənməsə, qoşmadır. Heç çətin bir şey yoxdur. Əsas sözləri əzbərləyirsiniz. Bir də ya suallarından tapacaqsınız, ya da ki, yanında feilin işlənməyi ilə, ya da ki, yalnız və yalnız sözlərin müstəqilliyi ilə. Başqa çətin heç nə yoxdur. Burada qarışıq heç bir şey yoxdur. Zərf asandır. Sadəcə dediyim kimi mütləq və mütləq həmin bu hissə əzbərlənməlidir. Bu çərçivədə, məsələn, burada heç gözünüzə sataşmayan qəribə sözləri götürüb salırlar və deyirlər ki, cümlələrdə zərf yoxdur və s. və siz də onu qarışdırırsınız.